Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən faciə və hadisə baş verib. Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Mirkamal Abdülhüseynli döş nahiyəsindən aldığı kəsilmiş, deşilmiş xəsarətlə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etmək üçün dərhal müdaxilə etsələr də, bütün səylərə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlarda yeniyetmənin yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığı bildirilsə də, qeyd edilib ki, aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən olunub. Bildirilir ki, Mirkamal Abdülhüseynlinin anası Səliqə Abdülhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. Qeyd edək ki, ana Səliqə Abdülhüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV, Cəlilabad.